Türk diziləri bizə nə isə öyrədə bilərmi? Seriallar bizə necə təsir göstərir? Əsas da münasibətə insanlarla və ən əsası sevgi münasibətinə. Deməli, bir xanım bu sualı göndərib, amma bu mənim çox həssas bir mövzumdur. Çünki hər kəs bilməlidir ki, seriallar dramanın üzərində qurulur. Drama olmasa bizə maraqlı olmayacaq bu kinoya baxmaq ümumiyyətlə. Bəli, hamı xoşbəxtdir, hamı orada sağlamdır. Sağlam olmaq bu çox və çox maraqsızdır. Həyat maraqsızlaşır, çox sakit, çox rahat olur. Hər şey okeydir. Hə, sevdin, okey, sevmədin, okey, gedirsən, okey, getmədin, okey. Nəsə yolunda getmir, gəl müzakirə edək. Yəni ki, orada yoxdur hansısa gərginlik, emosiyalar, sarsıntılar, emosional yerləncək və s. Xanım bir neçə serial yazdı, amma mən hansılara baxmışam? Mən baxmışam Fazilət xanım, baxmışam Aşqa Məmnu, da. Sonra Yapraq dökümünə biraz baxmışam. Bir də Qara Sevda. Bəli. Çox sevirəm bu serialları. Qara Sevdanı çox sevirəm, Aşq-ı Məmnu çox sevirəm. Çox gözəldir. Bir də Möhtəşəm Yüzyıl. Və Kösəm. Vso, bundan bitdi. Və nə deyə bilərəm mən ümumiyyətlə seriallardan və roman kitablardan, yəni ki, o dramatik romanlardan söhbət gedir, harda var sevgi hekayəsi və onun ətrafında böyük bir drama. Bu bizim psixikamızda çox dərin bir iz qoyur. Əsas da daha cavan vaxtlarımızda, harda bizim misal üçün 15, 16, 17, yəni ki 25-ə qədər deyərdim. Amma nəzərə alsaq ki, insanların əksəriyyəti indiki dövrdə daha çox infantil vəziyyətdədir. Yəni ki, biraz həyata baxırlar, məsuliyyətsiz, məsuliyyət götürmək istəmirlər, qərar vermək istəmirlər, nə bilim, hər şeydən qorxurlar, çalışırlar özünü sığortalamaq, nə bilim, inanırlar hansısa möcüzəli bir vədlərə və s. Yəni ki, bu infantilizmdir. Niyə görə bu yaranır? Yəni ki, bu sırf sizin probleminiz deyil. Əgər siz beləsiz, yəni ki, aydındır ki, tərbiyə vaxtı və insanları böyütmə zamanı orada tərbiyədə müəyyən bir pozğuntular olub, harda uşağa imkan verməyiblər öz qərarını vermək, harda uşağın fikrini soruşmurdular, harda uşağı dəqiqə başı aldadırdılar və mən burada danışmıram böyük yalanlardan, mən danışıram xırda şeylərdən. Misal üçün, adi bir yalan, hamı bundan üzləşib. Nəsə olar, yox olmaz. Olar, yox olmaz, olmaz. Hə, yaxşı olar. Niyə olmaz idi, indi niyə olar, bilinmir. Ya da ki, sənə olmaz, amma görürsən ki, anan bunu eləyir. Sənə deyilir ki, aldatma, amma nənən zəng vuranda deyir ki, denən ki, mama evdə yoxdur, ya da ki, çimir, mən danışmaq istəmirəm. Yəni ki, belə xırda yalanlar bizdə yaradır qeyri-real baxış dünyaya və həyata və ümumiyyətlə insanlarla münasibətə. Və bunu biz seriallarda çox və hətta yenidən çox gözəl görə bilərik. Seriallar nəyin üzərində qurulur? Onlar sevirlər bir-birini və birlikdə ola bilmirlər. Bütün serialları çözdük. Bir-birini sevirlər, birlikdə ola bilmirlər hər hansısa səbəblərdən. Və bütün serial bunun ətrafındadır. Və sevgi burada bizə təqdim olunur, sanki biz sevgini stradat eləməliyik. Biz bu sevgi uğrunda əziyyət çəkməliyik, ağlamalıyıq, çoxlu, nə bilim, bəlkə hardasa yalanlar danışmalıyıq.
Sonra bir-birimizə biz nəsə deyirik, amma bu belə deyil, bu nəsə belə abrakadabra. Tam misal üçün bu Fazilət xanımda tam bu Ece qız var idi və orada başqa oğlan, o kasıb oğlan. Nə bilim, bunlar güya bir-birini sevirlər uzun müddət və sonra belə tam bu birisi dedi, oy nəsə, o da nəsə dedi, bu da vəsə, bunlar ayrıldılar. Yəni ki, görüşüb, danışmaq, anlaşmaq kimi bir proses yoxdur. Var böyük bir drama hər yerdə, hər bir münasibətin ətrafında. Sonra mən səni sevirəm, amma birlikdə ola bilmirik. Nəsə orada yenə anlaşılmamazlıqlar var və heç kəs ona aydınlıq gətirmir. Ancaq bir-birinə forslar eləyir, trip atırlar. Bəli, baxmaq bunlara bəlkə də maraqlıdır. Amma yenə də qayıdıram nəyə? O ki, psixoloji stabil olmayan insanlar və mən bunları təxmini götürürəm 25 yaşa qədər, amma ondan sonra da çox insanlarda bu stabilləşmir və inkişaf olunmur. O eyni iz qoyur. Yəni ki, biz başlayırıq düşünməyə ki, bu drama elə həmin sevgidir və sonra siz mənə yazırsınız. Oy, nəsə darıxıram bu münasibətdə, məni qısqanmır, nəsə orada hansısa axtarışlar eləmir, qurdalamır, necə edim ki, biraz söz-söhbət olsun, biraz maraqlı olsun. Yəni ki, sonra sağlam münasibəti siz qəbul edə bilmirsiniz, maraqsız olur. Maraqsız olur, dəxilsiz olur, heç bir şey baş vermir, bəs nə edək? Bəs necə edək, o da bilinmir. Niyə görə? Çünki yenə də heç bir kinoda hələ ki mən görməmişəm sağlam münasibət. Bəli, bəlkə hansısa kinolarda bu var, amma türklərdə 100% yoxdur. Bəlkə hansısa kinolarda var. İndi yadıma düşmür. Amma o deməli o kino nəyinsə başqa bir problem üzərində qurulur. Çünki münasibət kinoların içində olmalıdır drama. Dramasız bu kino deyil. Və qızlar kimlər böyüyüb kinoların üzərində, kimlər özünü assosiasiya edirdi. Hətta götürək biz Klon. Klon serialı məncə hamı baxıb, mənim yaşlarım olanlar və tam baxırdı biraz aşağı yuxarı. Klon. Hamı jadi. Amma ən ağılsız personaj orada elə ancaq jadi idi. Güya mən sevgi uğrunda, nəsə, yox bu, yox, o. Bütün aləmi qatdı bir-birinə. Amma o olmasaydı, bizə maraqlı olmazdı baxmaq. Nəyə biz baxacaqdıq? Necə normal kişi, Said, ona hər cür şərait yaradıb və jadi taka, oy, doğrudan da bu məni sevir, o Lukas bilağın biridir. Vəsə. Nəyə biz baxaq? Əlbəttə ki, heç bir şeyə. Buna görə də kimlər böyüyüb kinoların üzərində, kim münasibətdə problem, drama axtarır və kimlər anlamır ümumiyyətlə necə düzgün sağlam münasibət qurmaq lazımdır. Kim bütün bu travmalar doludur. Travmalar nə vaxt var, müəyyən inanclar var, travmalar, harda səni qırıblar, harda səni aldadıblar, yəni ki, sən düşünmüsən, misal yenə, ki, yox, mən nəsə edəcəm və o məni sevəcək, mən nəsə edəcəm və ona sübut edəcəm ki, mənim sevgim həqiqidir, mən başqalarının içində seçiləcəm. O görəcək ki, mən hamı kimi deyiləm, mən əsl səmimiyəm, mən əsl onun arzuladığı xanımam və sonra nəsə və əminəm ki, sonra siz çox pis qırılmısınız. Kimlər bu hallarla üzləşib, bizdə olacaq münasibət harmoniyası, böyük bir marafon, harda mən hazırlamışam çoxlu tapşırıqlar, çoxlu
как videolar ve biz orada hem sizinle bizde Zoom görüşler de olacak, video dersler de olacak, müəyyən praktikalar olacak. Orada biz hem öz üzerimizdə işləyəcəyik, hem de ki öyrənəcəyik necə sağlam kişini seçək və necə öz davranış paternləri, yəni ki, necə siz öyrəşmisiniz davranmağa, bunları dəyişdirək və sağlam, normal, sizi həqiqətən xoşbəxt edəcək münasibət quraq. Bu olacaq 10 oktyabrda, amma qeydiyyat artıq açıqdır və sentyabrın sonuna qədər siz endirim əldə edə bilərsiniz. Bu videonun aşağısında bütün məlumat olacaq. Keçid edin, baxın. Bu çox gözəl bir kursdur. Artıq o bir dəfə olunub. İndi yenidən o keçirilir. Burada müəyyən bir, Zoom əlbəttə ki, təkrar etmək olmur. Deməli, biz sizinlə yeni bir tərzdə öz üzərimizdə işləyəcəyik qızlar. Çünki əks halda həyat çevrilir emosional yerləncəyə. Yeganə kino və yeganə personaj kimə mən sizin diqqətinizi çəkmək istəyərdim. Amma orada mən istəyərdim ki, siz o xanımın içində ay o belə elədi, düzgün elədi, səhv elədi, oy filan kəsə, nə bilim belə, oy bəhmən kəsə belə. Çünki kimlər bu prizmadan baxır o qadına, mənim çox gülməyim gəlir. Çünki əslində burada baxmaq lazım deyil, kim düzdür, kim səhvdir. Burada əslində baxmaq lazımdır insan özünü necə aparır, onun öz güvəninə, onun inamına, özünə ilk növbədə və öz kişisinə olan münasibətə. Və bu Möhtəşəm Yüzyıl və söhbət gedir Hürrəm Sultandan. Mən yenə də diqqətinizi çəkmək istəyərəm. Düşünməyin ki, oy yazıq Mahidevran, oy yazıq filan kəs, o buna bunu, xeyr, onun kimi siz baxmırsınız. Siz baxırsınız ona bir personaj, hansı düşdü çıxılmaz vəziyyətə, doğrudan da çıxılmaz vəziyyətə, yəni ki, orada əsirlərin içində o qədər qadın var idi. O düşdü hansısa çıxılmaz və çox çətin vəziyyətə və necə insan çalışırdı, öz həyatını ələ götürdü və öz həyatını qurmağa, öz həyatını yaratmağa. Necə o qürurluydu, necə onun duruşu var idi, necə o özünü heç vaxt müqayisə etmirdi bütün o qızlarla. Çünki mən dəfələrlə eşidirəm, oy filan qızlar, filan qızlar, filan qızlar. Sən sənsən. Filan qızlar onlar özləri üçündür. Sən sənsən. Bugün sən onun yanındasan. Və sən burada və indi nə edə bilərsən? Onun diqqətini çəkirsən bütün o qızlara, özünü müqayisə edirsən, hansısa yarışlar və s. Yoxsa sən bilirsən, sən kimsən, özünə dəyər verirsən, öz üzərində lazımdırsa işləyirsən ki, o özgüvən də əmələ gəlsin, sənin gücün də güclənsin və ümumiyyətlə sən öz yerini alırsan və bilirsən. Bu prizmadan o kinoya baxmaq çox və çox məsləhətlidir. Çünki orada o qadınların içində öz dəyərini, öz istiqamətini, nə istədiyini bilən yalnız və yalnız oydu. Yenə də biz sizinlə hansısa tam əsrdə yaşamırıq, harda indi bir-birimizi bilmirəm qırmalıyıq. Xeyr, burada söhbət ondan getmir. Burada söhbət gedir sırf insanın özünə aid olan inamı, davranışı, özgüvəni, özünə olan hörməti və s. Və plus minus biz bunlara da mən kurs zamanı, təlim zamanı sizin diqqətinizi çəkəcəm qızlar. Məndə hələ ki bu qədər. Burada əgər suallar yaranıbsa buyurun verin. Bu videonun altında bütün keçid linklərini sizinlə paylaşacağım. Qoşulun, artıq indidən öz yerinizi ala bilərsiniz həmin təlimdə və 10 oktyabrda biz sizinlə başlayırıq. Hələlik.